Salam, hörmətli izləyicilər. Vətəndaşlar sual verir ki, bəs yoldaşım mənə Ahmet ödəmir, sosial yardım ala bilmirəm və ya yoldaşım xaricdədir. Mən ona Ahmet ala bilmədiyimə görə sosial yardım ödəmir. Eyni zamanda sual verirlər ki, yoldaşım həbsxanadadır. Ahmet ödəmir, bizə sosial yardım ala bilmir. Və ya sual verirlər ki, Ahmetin məbləği nə qədər olmalı ki, biz sosial yardım ala bilək. Bütün bunları mən aydınlıq gətirəcəm hüquqşünas Zaur Seyidzadə. Kimsə maraqlısa videonun sonuna qədər izləsin. Əgər yox, fərdi qaydada məsləhəti istəsiniz, telefon nömrəm videonun izahı yerində YouTube kanalında qeyd olunub, eyni zamanda YouTube kanalı şot bölməsində var. Qeyd edin ki, əvvəlcədən hörmətli izləyicilər, suallarınızı səsinə WhatsApp-a göndərin və onu da bildirin ki, YouTube kanalına abunə olan şəxslərin telefon hüquq məsləhətinin verilməsi 10 manatdır. Və beğenin keçən mövzuya. Məsələ belədir ki, hörmətli izləyicilər, əgər yoldaşı xaricə gedibsə, məsələn, Rusiya və ya digər ölkələrə gedibsə, o halda mütləq ailəsini saxlamalı, pul göndərməli. Yəni ki, boşanma qərarı olmalı ki, siz ondan boşanmışsınız. Bir tərəfi qaydada boşanma mümkündür. Eyni zamanda yoldaşınız necə deyək, ilerləsin, həbsxanaya düşübsə, çox təəssüf ki, o halda da həbsxanada da müəyyən şərtlər var ki, insanlar işləyib Ahmet ödəyə bilməz. Məsələn, ciddi rejimdə qalırsa, tək kamerada qalırsa və müxtəlif səbəblər var. Ümumi rejimdə qaldığı halda belə işləyib Ahmet ödəyə bilər. Və eyni zamanda yoldaşınız gedibsə, tapılmırsa, o artıq başqa bir məsələdir. Bir müddətində axtarışa verilməli, axtarışa verildiyi gündən bir gözləməlisiniz. Bir ildən sonra elan olmalı ki, vəfat edib, belə elan olur. O ki, qaldı Ahmet məsələsinə toxunur. Hörmətli izləyicilər, Ahmetlə bağlı məsələ belədir ki, siz gedirsiniz icra pravası şöbəsinə, oradan kağız alırsınız ki, sənəd alırsınız ki, qarşı tərəfdən Ahmetin alınması mümkündür müəyyən səbəblərdən. Onu təqdim edirsiniz Sosial Müdafiə Nazirinin gəlmiş nümayəndəliyinə, hörmətli izləyicilər. Eyni zamanda onu qeyd edin ki, əgər yoldaşınızla boşanmışsınızsa, eyni evdə qalırsınızsa, mütləq şəkildə təsərrüfat ayrıca olmalıdır. Qaz xətti, su xətti, işıq xətti ayrıca olmalıdır. Otağının çıxışı ayrıca olmalıdır. Bu əsasən aiddir, belə deyək də, həyat evlərinə, fərdi yaşayış evlərinə, hörmətli izləyicilər. Əks halda deyəcək bir yerdə yaşayırsınız, nasıl Ahmet var? Gedin, ki, sizi saxlasın. Elə şeylərə fikir verir, biraz ehtiyatlı olun. Hər şey qanun vericəyə uyğun edin, hörmətli izləyəcəyəm. Dediyim kimi, bir tərəfi qaydada boşanmışsınızsa, yoldaşınız xaricdədirsə, o halda da gedib məhkəmə iclaslarından araşdırsınız ki, filan şəxsdən Ahmetin alınması mümkündür. Və ya Ahmet alırsa, Ahmetin məbləğini öz mediasında müəyyənləşdirə bilirsiniz, mediasında saziş bağlayaraq, hörmətli izləyəcəyəm, nəzərə alın. Əsas məqamlardan biri. Əgər siz mediasiyada saziş bağlamazsınız, yoldaşınızın rəsmi iş yeri yoxdursa, hörmətli izləyicilər, onda bu hər uşağa görə minimum ehtiyac meyarına uyğun nəzərət alınacaq. Bu gün 2025-ci ildə bu 246 manatdır. Əgər bir adam Ahmet ödəmirsə, o halda həmin məbləğin yazılmağın mənası yoxdur. Həmin məbləği belə deyildir, dövlətdən almaq daha yaxşı olar. Ona görə ehtiyatlı olun. Əgər yox işləyirsə, uşaq sayına görə dəyişir. Əmək haqqının 25%, 30% və belə deyək, yarısına qədər gedib satır, hörmətli izləyicilər. Uşaq sayına görə. Mənim fikrimcə bir hüquqşünas kimi odur ki, əgər tərəfə Ahmet ödəmirsə, onu yazdırmağın mənası yoxdur. Onu nasıl gedin bir məbləğ yazdım, məsələn 100 manat, 150 manat, nə ödəyicisi onu yazdım, hörmətli izləyicilər. Vacib bir məsələdən biri, yalandan gedib məhkəmədə vaxtınızı səhv eləməyin, özünüzü aldatmayın. Onsuz da bu ailədən gedən prosesdir. Nəticədə də Sosial Müdafiə Nazirinin o qurumundan səhv edir ki, sizə sosial yardım verməsin. Ona görə siz 200 il könüllü gedib mediasiyada saziş bağlasınız, bu bir gün ərzində həll olunan məsələdir. Əgər yox, könüllü gedməsiniz, belə deyək də, qarşı tərəfə təklif göndərəsiniz, təklifi 10 gün ərzində gözləyəsiniz, sonra gedirsiniz mediasiya təşkilatına,
mediasiya təşkilatı bir ay ərzində qarşı tərəfə məktub göndərəcək ki, mediasiya sazişi bağı gəlməyəcək. Ona görə yaxşı olar ki, sazişi könüllü bağlayasınız, hörmətli izləyicilər. Nəzərə alın. Yəni, həm vaxtı qənaət edirsiniz, həm də sosial yardım alma imkanınız olur, hörmətli izləyicilər. Vacib bir məsələdən biridir. Yəni, insan biraz məntiqlə düşünməlidir ki, hansı faydalıdır, onu edim. Yararına almayırsınızsa, yararına gedib məhkəmələrdə vaxtınızı sərf eləməyin. O zaman yeni qaydalara əsasən, yəni avtomatik məbləğ yazılmır, yazılır ki, minimum ehtiyac meyarına uyğun tutulsun məsələsi. O da indi 246 gələni başqa bir rəqəm olacaq, o da onu da artacaq. Yəni, məsələ nəzərə alın. Siz də sosial yardım alma imkanınız azalacaq. Ona görə düşünün ki, daha məbləğ nədirsə onu yazdım. Qarşı tərəfin nə ala bilsinizsə onu yazdım. Hörmətli izləyicilər. Əgər dediyim kimi ödəmirsə, gəlin məhkəmə iclasının sənəd alın ki, qarşı tərəf filan səbəbdən ödəmir. Ya həbsxanaları, ya belə deyək, ölkəni tərk edib gedib alınması mümkündür və yaxud digər səbəblər ola bilər, xəstəlik ola bilər, başqa bir səbəblər ola bilər. Gəlin alın, hörmətli izləyicilər. Əsas məsələlərdən biridir ki, o arayışı alasınız. Alın ki, sizə rahat olsun. O arayış olmasa mümkün deyil. Yalnız arayış olmadığı halda mediasiya sazişi olmalıdır, orada da məbləği yazılmalıdır. Hörmətli izləyicilər, nəzərə alın belə bir məsələ. Bir daha qeyd edirəm ki, YouTube kanalına abunə olan şəxslər üçün mənim telefonuma videonun izahı yerində qeyd olunub YouTube kanalında. Eyni zamanda YouTube kanalı short bölməsində istənilən videonun üzərində var. Əlaqə saxlaya bilərsiniz. Zəhmət olmasa suallarınızı WhatsApp-la səslə göndərin. Yəni, bir də başqa qeyd olaraq sizin suallarınızı cavab verə bilməm. Ona görə səslə göndərin. Bir daha qeyd edirəm ki, YouTube kanalına abunə olan şəxslərin tərəfindən hüquq məsləhətinin verilməsi 10 manatdır. Mən özüm də əlilliyi olan şəxsən əlil arabasındayım, yəni onunla dolanıram. Yəni, bundan minimum aşağı qiyməti yoxdur. Başqa bir vəkilin yanına getsiniz, adı sizdən belə deyək də 50 manat, 40 manat alacaq. Amma mən 10 manata edirəm. Hörmətli izləyicilər, bundan əvvəl qeyd edin ki, mənim 300-dən artıq videolarım var. Həm short kimi, həm tam video kimi, istər sosial yardımdan bağlı, istər amətlə bağlı, istər vəsailə ilə bağlı, istər əmək bölgəsindən bağlı, istər və digər uşaqla ünsiyyətinə bağlı və digər məsələlərlə bağlı, hörmətli izləyicilər. Tanış ola bilərsiniz. Tanış olun, YouTube kanalına abunə olun, hamı bilsin. Videonu da bəyənin, YouTube qaydalarına görə hamına gəlib video satsın. Bir bəyənməyə görə 7-8 nəfər gəlib satır. Ona görə aktiv olun, dəstək olun, bəyənin, hörmətli izləyicilər. Zəhmət olmasa. Diqqətinizi görə çox sağ olun. Sağ olun. Sağ olun.